Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 4-cü sinif damla nəşriyyatı Azərbaycan dili köməkçilik hissələri mövzusunu izah edəcəm. İlk köməkçilik hissələri nəyə deyilir? Ümumiyyətlə, yalnız qrammatik mənası olan sözlərə köməkçilik hissələri deyilir. Həm leksik mənası, həm də suala cavab verənlərə isə əsaslı hissəsi deyilir. Qrammatik mənası da olmaq şərti ilə. 2. Hansı köməkçilik hissəsi cümlənin təsir gücünü artırır? Burada axı, sual ədatı cümlənin təsir gücünü artırır. Atalar sözlərinin hansında köməkçilik hissəsi işlənmişdir? Doğruya zaval yoxdur, çəksələr də min dərəm. Burada dadə köməkçilik hissəsidir. Sonra hansı məlumatlar yanlışdır? Köməkçilik hissələrini işləndiyi cümlədən çıxarsaq, həmin cümlənin mənası dəyişir. Yanlışdır. Dediyimiz kimi köməkçilik hissələri köməkçi rolunu oynayır. Köməkçilik hissələri cümləni qüvvətləndirmə məqsədi ilə işlənir. Bəli, doğrudur. Həm leksik, həm də qrammatik mənası olan ilk hissəsi nə deyilir? Yanlışdır. Dedik ki, həm leksik, həm də qrammatik mənası olan ilk hissəsi əsas ilk hissəsidir. Bəzi köməkçilik hissələri əsas hissələrinə qoşularaq məna çalarlar yaradır. Bəli, bu da doğrudur. Bizdən səhv olanları istəyirdi 1-3. Sözlərdə neçəsi cümlənin təsir gücünü artırır? Ən, lap, daha, ümumiyyətlə ədatlarımız təsir gücü artırır. Lap burada ədatımız var. Sonra deyəsən ədatdır. Cavab olacaq 2 dənə. Hansı cümlədə köməkçilik hissəsi daha çoxdur deyir. Çalışaram ancaq ona söz demək olur ki, burada ancaq var, bir də ki var. Bunlar köməkçilik hissəsidir, 2 dənədir, amma digərlərinin hər birində bir dənə köməkçilik hissəsi var. Cavab olacaq A variantı. 7. Bir 7-9-cu suallar mətnə əsasən cavablandırmalıyıq. Mənşətdə tikiş işlərində təbabətdə iynə əsas alətlərdən biridir. Bu gördüyümüz iynələr əvvəllər daşdan, sümükdən, ağacdan, daha sonra isə metaldan hazırlanaq bu günümüzə gəlib çatmışdı. İlk metal iynələrin tunç dövründə meydana gəldiyi bildirilir. 1849-cu ildə Walter Hunt ilk sancağı hazırlamış və bununla da adını tarixə yazmışdı. Burada ilədir, dadır, vədir. Hər üçü köməkçilik hissələrdir. Amma bu gördüyünüz isə işarə əvəzliyidir. Ona görə rəngdə fərqli olan cavab olacaq D. Burada biraz oxşuyur. Biri narıncıdır, biri də qırmızı. Cavab olacaq D bəndi. 8. Məlumatlardan hansı doğrudur? İynə ta qədimdən metaldan yanlışdır. İlk sancaq tunç dövründə hazırlanmışdır. Yanlışdır. İynə təbabətdə tikiş işində istifadə olunur. Doğrudur. Hansı məlumat səhvdir deyil. İynənin özü kiçik əhəmiyyəti böyükdür. İynə mənşətdə geniş istifadə olunur. İynə Volter Hunt tərəfindən kəşf olunub səhvdir. Biz dedik ki, burada ilk sancağı Volter Hunt hazırlayıbdı. Burada isə iynə deyir. Açıq tipli tapşırıqlar şeir parçasındakı köməkçilik hissələrin altına xətt çəkməli. Çəmən kimi min cürə. Rəngə çalır üfüqlər. Bəlkə səhər çağından, bəlkə axşam çağından. Rənglər alır üfüqlər. Nöqtələrin yerinə uyğun köməkçilik hissələrini yazmalıyım. Oxumadım ki, vaxtım yox. Oxumadım çünki vaxtım yox idi. Hamı narazı idi, müdürlər dil tapa bilmir. Hamı narazı idi ki, müdürlər dil tapa bilmirdilər. Hamı narazı idi. Ona görə və müdürlər dil tapa bilmirdilər. Mən danışdım, ancaq o qulaq asmırdı. Cümlədəki köməkçilik hissəsini əsas hissəsi kimi cümlədə işlədir. Demə, o çoxdan gəlibmiş. Burada demə. Köməkçilik hissəsidir. Əsas hissəsi kimi, məsəl üçün, bu hadisələri danışıb demə, yəni. T kimi işlədə bilər. Bu hadisələri heç kəsə demə. Nə etmə? Demə. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə.